Çox doğru buyurdunuz ki, yəni əslində qalsa hamilələrdə ümumiyyətlə hormonal, tamamilə yenidən qurma, tamamilə yeni bir belə deyək də fərd dünyaya gətirmək üçün orqanizm səfərbər olur və bütün orqanlar güclənmiş iş rejimində işləyir. O cümlədən bu qalxan bənzər vəz, yəni ananın tiroid vəzinə də aiddir. Belə ki, döldə 20-22-ci həftəyə qədər tiroid hormonu ifraz olunmur. Çünki tiroid hormonun ifraz olunması üçün təbii ki, yəni vəz lazımdır. Vəz isə 20-22-ci həftədə formalaşacaq. Deməli, 20-22-ci həftəyə qədər bu dölün də hormona olan ehtiyacını ana ödəyir. Və 22-ci həftədən sonra artıq dölün özünün vəzisi hormon buraxmağa başlayır və ananın hormonlarından asılılıq azalır. Və əgər burada aslında artıq ana hansı belə deyək vəziyyətdə hamilə qalıb. Bu qadın əvvəlcədən belə hamilə qalmamışdan qabaq zob xəstəliyi var idimi, yoxsa hamiləlik dövründə aşkarlandı? Çünki hamiləlik dövründə aşkarlananda artıq biz bilmirik ki, buradan əvvəldən nə xəstəlik olub, bəlkə bunda adi yod çatışmamazlığıdır və vəzin özünün vəziyyəti hormonları yoxlamaqla olur. Və belə deyək də, ana deyək ki, Hashimoto xəstəsidir, yəni tənbəl zobu var və ana artıq hansısa bir doza dərman qəbul edir. Avtomatik olaraq 30-40% vəzin fəaliyyətinə ehtiyacımız artdığına görə burada belə deyək, dozu qaldırmaq məcburiyyətindəyik. Yəni belə deyək də, sağlam vəzi, anada heç bir tiroid problemi yoxdursa, normada tiroid vəzi hamiləlik dövründə o yükü götürə bilir. Amma vəzi xəstə vəzidirsə bu yükü təbii ki, götürə bilməyəcək. Nəticədə hormon əskikliyi yaranacaq və onun ağırlığını uşaq çəkəcək. Belə ki, və yaxud hamiləliyin özünün gedişatı, hansı problemlər ola bilər? Erkən doğum ola bilər, hamiləlik dövründə müəyyən bir mutasiyalar ola bilər. Yəni, belə deyək də, tiroid hormonu ümumiyyətlə 3 yaşa qədər çox vacibdir. Yəni, anadan belə deyək, dölün belə deyək də, bətin daxili dövrdən, xüsusilə də 3 yaşa qədər inkişaf üçün, beynin inkişaf üçün, fiziki inkişaf üçün, neyronların üzəri bilirik ki, miyelin qatla ötülür. O, belə deyək, sinirlərin ötürülməsi üçün, beynin inkişaf üçün çox önəmli bir şeydir. Və o miyelin qatı üçün kifayət qədər artıq dərəcədə tiroid hormonuna, yoda ehtiyac var. Və burada artıq nəticədə əgər çatışmamazlıq varsa, problem varsa və artıq uşaqda başlayır problemlər yaranmağa. Ən məşhuru, ən hansı ki, hal-hazırda təsdiq olunmuşu olanlardan biri tənbəl zobu, hətta subklinik, yəni yüngül çatışmamazlıq fonunda olan uşaqlarda əqli olaraq IQ səviyyəsinin aşağı olmalıdır. Məsələn, qonşu ölkədə, Türkiyədə məsələn, xüsusilə bu tədqiqatlar çoxdur və yaxud dünyada xüsusən bu tədqiqatlar çoxdur. Məsələn, nə tədqiqat var? 7-9 yaşlı uşaqları götürüblər, məktəb uşaqlarını və analarına baxıblar. Bilirik ki, hər şey qayda qanunla, yəni qeydiyyata alınır və o analara baxıblar ki, hansı analarda ki, vəzin subklinik çatışmamazlığı olub, yəni gizli çatışmamazlığı mı deyim nisbətən və yaxud sağlam olub. Və məlum olub ki, hansı analar ki, sağlam tiroid hormonları olub və yaxud belə deyək də, problemli tiroid vəzisi olan uşaqlar olub, onların IQ-su daha aşağıdır. Yəni, biz də bilirik ki, elə bir dövrdəyik ki, hamı istəyir ki, bir uşaq, iki uşaq, uzağı uşaq, istəyir ki, uşaq ağıllı olsun, əqli qabiliyyəti, çünki irəli getmək üçün belə deyək, daha yüksək IQ-yə, daha analitik qabiliyyətə malik olmaq daha belə deyək də, əlbəttə ki, avantajlıdır. Və ona görə də burada artıq bütün ginekoloqlar hamiləlik başlayan kimi tiroid hormonlarını yoxlayırlar. Və bu dövrdə nə dərəcədə problem varsa artıq endokrinoloq nəzarətində olur və yaxud da ki, endokrinoloq belə deyək, hər şey normaldırsa endokrinoloqa göndərilməyə də təbii ki, bilir. Amma nəzarət mütləq lazım olur.